Salam değerli izleyiciler, değerli futbol severler. Azərbaycanı Avrokuboklarda təmsil edən 4 komandanın, Qarabağın, Zirənin, Sabahın və Sumqayıtın rəqibləri dəqiqləşib, artıq püşkatma keçirildi. Püşkatmanın nəticələrini sizlərə təqdim edəcəyik. Sona qədər videonu izləyin, şərhlər bölümündə siz də fikirlərinizi yaza bilərsiniz, rəqiblərimizi dəyərləndirin. Kanala abunə deyilsinizsə mütləq abunə olub bildirişləri açıq tutun ki, bütün futbol xəbərlərindən, transfer xəbərlərindən anında xəbərdar olasınız. Mən isə xəbərlərin geniş təfsilatdan keçid aldım. Dəyərli izləyicilər, ilk öncə Azərbaycan çempionu, Azərbaycanı Çempionlar Liqasında təmsil edən Qarabağın rəqibi barəsində sizlərə məlumat vermək istəyirəm. Bugün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Lyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi Qarabağın da rəqibi bəlli olub. Püşkü atmada səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi ikinci mərhələdə Lincoln Cəbəl Tariq və Hamrun Malta cütünün qalibi ilə qarşılaşacaq. Qarabağın ilk oyunu səfərdə olacaq. Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin maçları 23-24 iyul və 30-31 iyulda keçiriləcək. Fikrimcə həm Lincoln, həm də Hamrun komandası Qarabağın rahatlıqla keçə biləcəyi rəqibdir. Yenə də siz öz fikirlərinizi şərhlər bölümündə yazın. Lincoln komandası Qarabağa tanışdır. Ötən mövsüm Qarabağ komandası Lincoln komandası ilə birinci təsnifat mərhələsində qarşılaşmışdı və hər iki oyunda qələbə qazanmışdı. 2-1 hesabı ilə səfərdə qələbə qazanan Qarabağ komandası Bakıda Lincolnu 4-0 hesabı ilə darmadağın etmişdi. 28 dəfə Cəbəl Tariq çempionu olan, 19 dəfə Cəbəl Tariq kubokunu başı üzərinə qaldıran Lincolnun ümumi transfer dəyəri 1,9 milyon avrodan bir qədər çoxdur. Stadionun tutumu isə 5000 azərkeş tutumuna malikdir. Komandanın orta yaş həddi 28-ə bərabərdir. Lincolnun mərkəz hücumçusu Debar komandanın ən bahalı futbolçusudur. Onun da transfer dəyəri cəmi 175 min avroya bərabərdir. Gördüyünüz kimi komanda Qarabağla ümumiyyətlə müqayisə olunacaq bir komanda deyil. İspan baş məşqçisi Javi Munoz'un komandası üçün Qarabağ bu mərhələdə bəlkə də ən arzu olunmaz komanda idi. 42 yaşlı İtaliyalı mütəxəssis Alessandro Zinari'nin çalışdırdığı Hamrunspor isə Lincoln'a nisbətən bir qədər daha yaxşı təsir bağışlayır. Belə ki, komandanın ümumi transfer dəyəri 4 milyon 180 minə bərabərdir. Komandanın stadionu 6000 azərkeş tutumuna malikdir. Orta yaş həddi isə Lincoln'a nisbətən daha yüksəkdir, 29,8. Hamrun Spartans komandası 10 dəfə Malta çempionu, 6 dəfə Malta kubokunun qalibi olmaqla yanaşı, 6 dəfə də Malta Super kubokunun qalibi olmağı bacarıb. Komandanın ən bahalı futbolçusu mərkəz hücumçusu Luco Montebello'dur. Onun transfer dəyəri 400 min avroya bərabərdir. Bu futbolçu həm də komandanın ən məhsuldar və ən çox gol ötürmə verən futbolçusudur. Belə ki, o ötən mövsüm 21 dəfə qol vurmağı bacarıb, 9 qolun isə ötürməsini verib. Bütün bu göstəricilərlə yanaşı bu komandanın Qarabağ qarşısında aciz qalacağına inandığımı söyləmək istəyirəm. Siz də öz fikirlərinizi şərhlər bölümündə yazın. Sizcə Hamrun Spartans və Lincoln komandaları Qarabağ üçün mane ola bilərmi? Azərbaycanı Avropa Liqasında təmsil edəcək Zirə komandasının ilk rəqibi haqqında dünən məlumat vermişdik. Bildiyiniz kimi Zirə komandası Avropa Liqasına birinci təsnifat mərhələsindən başlayacaq və burada rəqibi Moldovanın Şerif komandasıdır. Əgər Şerif komandasını keçərsə, ikinci mərhələdə Zirə komandası hansı komandalarla rəqib ola bilər? Artıq bu sualın da cavabı bəllidir. Bugün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkü atılıb. Mübarizəyə birinci mərhələdən başlayacaq Azərbaycan təmsilçisi Zirənin də bu raunddakı potensial rəqibi bəlli olub. Rəşad Sadıqovun komandası ilk turda Moldova şerifini keçsə, ikinci mərhələdə Elfsborg Pafos cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edim ki, Elfsborg İsveç, Pafos isə Kipr komandasıdır. Qartallar mərhələ adlasa ikinci təsnifatda birinci oyunu Bakıda keçirəcək. Zirə birinci mərhələnin ilk maçını iyulun 11-i, cavab görüşünü isə iyulun 18-də keçirəcək. İkinci mərhələnin isə ilk oyunu iyulun 25-də, cavab maçı isə avqustun 1-də keçiriləcək. Zirə komandasının birinci və ikinci təsnifat mərhələsindəki rəqibləri haqqında ayrıca video sizlərə təqdim olunacaq. İndi isə vaxt itirmədən Konfrans Liqasındakı təmsilçilərimiz Sabah və Sumqayıt komandasının rəqibləri haqqında sizlərə məlumat vermək istəyirəm.
Azərbaycanın UEFA Konferans Liqasında təmsil edəcək Sabah və Sumqayıt klublarının rəqibləri bəlli olub. İkinci təsnifat mərhələsində mübarizəyə başlayacaq təmsilçilərimizdən Sumqayıt Fehrevar Macarıstan kollektivi ilə qarşılaşacaq. Samir Abbasovun yetirmələri ilk oyununu evdə keçirəcək. Sabah isə İsrail təmsilçisi Maccabi Hayfa ilə münasibətlərinə aydınlıq gətirəcək. Paytaxt təmsilçisi ilk görüşünə səfərdə çıxacaq. Bundan başqa UEFA Avropa Liqasında Şerif Zirəcütünün məğlubu Konferans Liqasında Dunayska Streda Slovakiya komandası ilə qarşılaşacaq. Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də keçiriləcək. Dəyərli izləyicilər, Qarabağ, Zirə, Sabah və Sumqayıt komandalarının rəqiblərini analiz edib ətraflı bir video sizlərə təqdim edəcəyik. Kanalımıza abunə olub bildirişləri açıq tutsanız, həmin videodan eyni zamanda transfer və digər futbol xəbərlərindən anında xəbərdar ola bilərsiniz. Videonu bəyənməyi və şərhlər bölümündə fikirlərinizi yazmağı unutmuşsunuzsa, videonu bəyənin və şərhlər bölümündə fikirlərinizi yazın və eyni zamanda videomuzu, kanalımızı dostlarınızla paylaşmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə. Hələlik.